Wow. Bu kuzudur da düzdür? Yok. Dananın Dananın. ətidir. Əti. Qabırğadan çıxartmışam. Bəh, bəh. Bu bildiyiniz baklavadır da düzdür? Bəli. Yes. Bəs bu badə pirog. Çoxdur da belə deyək, biskvit. Cake. Sizin kanalınız ancaq şirniyyat pişirir, düzdür? Yox. Ha. Biz hər şeyi bişiririk. Hər şey pişirir. Hər şeyi. Əlimizdə gətir. Bugün ne pişirirse onu deyin. Bugün ruletdir. Ruletdir. Snow yoksa etten yoksa Ətdən. Əlif baba neçə yaşınız var? 71 maşallah. 71 maşallah, maşallah. Maşallah deyək. Neçə ildir blogersiniz? Bir 4 il var. 4 il var. Bəli. Deməli 67 yaşında Hacı sizi bloger elədi. var atısı. Hacı məni köçərilikdən çıxartdı. Aha. Və Sifdə biz yəni təsərrüfatla məşğul idik, heyvandarlıqla, heyvanımız var idi, qoyunçuluq. Kürdəmirə gedirdik, gəlirdik. Yaylaq qışlarda. Yeylaq, qışlaq. Nə deyim, qismət də hərənin bir qisməti. Belə də olur. Məlik baba, zəhmətli şeyler bizi gösterin de bir daha. Mən əllərim özü belə olmağına baxmayıb, bu biraz da mənə dərimdə quruluq var ondan. Amma indi işləyən əllərdir. Bəs Burası indi zəhmətli. necə reaksiya oldu? Hacı gəldi, istədi ki, gəlin video çəkək, bloger olaq. Hacı düz bəlkə bir il mənim üstümdə əlləşdi. Aha. Mən razılıq vermirdim ki. Aha. Axırda patron elədi, xalası. xalası tərəfdən. Daha orada mən təslim oldum. Və indi artıq sizin YouTube-da nə qədər? 800 minə yaxın 800 izləyici min. var. Instagramda Facebook'ta 1-2-3 milyon da Facebook'tadır. Aha. 1 milyon da Instagram'da olmalı. aha. Və izləyicilərin 1 çoxsu milyondan hardandır? çoxdur Instagramda mən biləm. Ben de yadda da hissediyorum. Çoxdur. Bəlkə də milyondan çox. Bəs xaricə bu kəndə gedəndə Qəbələ tanıyırlar sizi? Ya harası gedəndə? Tanıyırlar, hə, tanıyırlar. Çoxları da tanıyır. Elə bir İstemem de powerbank teşkil eder. problem yoxdur. Allah ömür versin. Sağ olun sizlə bərabər. Çox böyük işlər görürsünüz. Bütün dünya tanıyır da. Yəni Qəbələnin belə bir Ucqar kəndindən hazırlanan video yayılır bütün dünyaya. Bəli, bəli. Dağlık kendine. Dağlıq kəndindən. Dağlar da bizim əsas vüqarımızdır dağlar. Mən həmişə deyirəm, dağ deyəndə adam nə düşünür? Arxanda bir dağ.